Evet dostlar, biz hardayıq? Hal-hazırda Bakının Nərmanov Kişlə bazarındayıq, gördüğünüz kimi. Köhnə Kişlə bazarı. İnşallah izləmədə qalın dostlar. Daha sizə maraqlı kadrlar təqdim edəcəm inşallah. Neçə ildir bazara gəlib gedirsiniz? 32 ildir. 32 ildir, əmiz bazara gəlib gedir. 86-cı ildən. 86-cı ildən. Ay sağ ol. Gətirdiniz daimim nədir? Kəlməsi əsas nə gətirsiniz bazara? Nə olur olsun, kartol, soğan, meyvə, nə olur olsun. Əsas tələbatda olan bir şeylər. Yanımızda əmmizdir, Şəkidəndir. Eşq olsun, bütün şəkilləri salamlayıram. Necəsiz əmi? Allah sənəyini. Allah ömrü uzun etsin. Necədir işlər? Şükür Allah. Allah şükür olsun. Şəkidən gəlmişsin, yoxsa həmişə burada işləyirsən? Şəkidən gəlmişəm, şabalıq gətirmişəm, qoz gətirmişəm, fındıq gətirmişəm. Ay maşallah. Alma gətirmişəm. Alma, Lobya gətirmişəm. lobya gətirirsin. Ha. Birbaşa Şəkidən bu bazara, hətta 6-cı günü. 6 xatloy həmişə mən buradayım. Həmişə burada. Həmişə bura gətirirəm. Ha. Başa gələcək. Yaxşı ki, sənin kimi yaxşı olanlar var. Xeyirxahlıq eləyirəm işə, cəmaatı biz yola çağırır. Bəli. Birliyə, vəhdətə, çağırır. qiymətlərdə endirim olsun, hər bir bazarda insanlar dolana bilsinlər. Bəli. Aşağı qiymətlər lazım. Evet, öpürəm barmaq olsun əmi. Sağ ol, cəmaətinizdən sağ ol. Gözəl insandır, nurlu insandır. Şəkidən birbaşa əmimiz bax görürsünüz, gəlir bazarda işlətilir. Siz də gəlin, həftənin 6-cı günü Nərmanov Keşlə bazarına bax iştirak edir, əmlərimizə xeyir verir. Sağ ol əmi, qulluğun nəyəm, özə yaxşı var. Sağ ol əmi. Deməli, əmi, malları da göstərək. Deməli, bax, şəkili əmimizin qozdur, şabalıqdır, lobyadır, sonra turşudur, fındıqdır, əzgildir. Alman neçəyədəmi? Bunu gətirmişəm bax. Şəkidən gətirmiş bunları da. Maşallah olsun, nə gözəl. Düyü gətirmişəm. Düyü də, Şəkidən düyü də gətirmiş. Düyü neçəyədəmi kilosu? Düyü kilosu 3 manat. 3 manat inşallah. Görəmin, o boydana yolu necə məsafə, halal olsun valla. Sağ ol. Sizə sağ olun. İş olsun, bax, görürsünüz. Şəkidən birbaşa əmmimiz bu bazarda gəlir iştirak edir. Görürsünüz, yəni həqiqətən də elə, əmi, yol xərciniz nə qədər çıxır gedib gəlməyə? Yol xərci etmədər. Qabaqda biz Şəkiyə geyirdik 6 manata. Hasan. İndi geyirik 14 manata, 15 manata. Deməli, siz gedib, elə bir gəlib qayıtmağa 30 manat ilə yol pulu çıxır. 40 manat, 50 manat. Ha, plus, yəni burada siz qazanasınız ki, yəni bu yol pulunu çıxardasınız. Eşq olsun bizim zəhmətkeş insanlarımıza. Allah sizə can sağ versin. Sağ ol. Sağ ol, var olsun. Bəli, gəlin iştirak edin, görürsünüz. Azca gəlib getmək, Şəkidən Bakıya. Elə 30-40 manat pul çıxır. Sağ ol, əmək, xeyirli olsun inşallah. Sağ ol. Allah sizə də can sağ versin. Sağ ol. Qəşəng ağ bibər. Görürsən, adetlərim ağ bibər. Ay sağ ol. Maşallah olsun. İçi dolu bibər, sarımsaqdır, xiyardır, pomidordur, hər şey var. Hər şey var, maşallah olsun. Necə bərəkətli olsun. Bəs balonlar bax beləsinə pomidordur, xiyardır, bəsətin digər. Hamısı 5 manatdan başlayır. Ən ucuz neçədən başlayır? Ən ucuz kilo bankələr ucuzdur. Ucuz olan neçədən? Olar da 5 manatdan. 3 manatdan ən baha qiymət neçə? 5 manat. 3 manatdan 5 manata kimi balonlar. Əla, xeyirli olsun bibi. Hər biri acəbi yağlardır. Burada balqabaq tumunun yağı sink zəngindir. Prostat üçün çox faydalı bir şeydir. Uşaqlarda olan qurt xəstəliklərinə çox faydalıdır. Alaqanqal,
Qaraciyər üçün çox faydalıdır. Qaraciyərin böyüməsidir, bərkiməsidir, iltihabı xəstəlikləridir. Spirtçilərin qaraciyərdə qoyduğu zərərli toksit maddələrin təmizlənməsi çox mükəmməl bir vasitədir. Bunu yaxınlaşıb əldə edə bilərsiniz. Sonra omega zəngin kətan yağımız var, kalsium zəngin küncüt toxumunun yağı var, qaraciyər yağımız var, ümumi sistemini gücləndirir, orqanizmi viruslardan. İndi mövsümi qriplər hər kəsbətdə yoluxur. Yəni qorunmaq üçün ən mükəmməl vasitə, ən təbii vasitə qaraciyərdir. Çörək otu yağıdır ki, Üstün cəhəti odur ki, bu bazarda ucuzluq olur. Xüsusi olaraq yarmarkalar keçilir, ət məhsulu olsun, kağ məhsulu olsun. Buna əlavə olaraq balıqlar, satışlar olsun, hər bir şey olur. Azərbaycanın İstanbul rayonlarından bu bazara həftənin 6 bazar günləri gəlilir. Gördüyünüz kimi digər tərəfdə xüsusi olaraq bazar rəhbəri tərəfindən yer ayrılıb, ucuz. Yəni istər kənd çolpası olsun, yumurtası olsun, qatığı olsun, hər bir şey, Saatlı, Sabirabad, Qəbələyə kimi, Toğuza kimi hər yerdən. Bu bazarda xüsusi olaraq 30 il, 20 il, 32 il, 35 il yəni fəaliyyət göstərən insanlar var. Kişlə balıq bazarı fəaliyyət göstərir. Öz fermalarımız var, öz həkimlərimiz var. Yoxlanışınla heyvanlarımız öz bazarımıza gəlir. Burada da yoxlanılır. Öz həkimlərimiz tərəfindən yoxlanılır, peçatı vurulur. Başlayırıq satışımıza. Həkimlərimizin peçatları ilə bir yerdə. Elə zəhmət olmasa aparatı bax. Bax görsən bax heyvanlar peçatları Hamısı bu bir həkimimiz tərəfindən tam təchüz. Qida təhlükəsizliyi var. Bəli, bəli. sağlam vəziyyətini və bu cürdə satışımız olur. Məhsullarıdır, təmiz mallardır, öz həyat mallarımızdır, özümüz gətiririk. Allah salamatlıq eləsin. Bazar heyətindən də çox razıyıq. Klientlərimiz də yaxşıdırlar. Allah canlarını sağ eləsin. Hər həftə beləncə bax belə yarmarka keçirilir. Yarmarka keçirilir. Həftənin 3-cü günləri də gəlirik. Biz Həftənin 3-cü günündə. Əsas amma bütün rayonlardan 6-cı gün arası. 3-cü gün mən öz yerim buradır, burada da olur. Allah razı olsun. Təmiz kənd malı, Sabirabad malı. Sabirabad malı. Allah razı olsun. Hər həftə bax bibi gəlir, gətirir bax xurmasına kimi, çolpasına kimi, yumurtasına kimi, göğünə kimi hər bir şey olur da əlavə də sonra pendir də var burada, eləmi? Neçəyə dənə qiymət? Pendir 6-ya 4-ə. 6-ya 4-ə. Yumurtalar neçəyədir? 35 qəpik. 35 qəpiyə maşallah. Qız xurma 70 qəpiyə. Heyvə neçəyədir xanım? 80 qəpiyə. Göylərdəki 15 qəpiyə. Xeyirli olsun ana, xeyirli olsun. Sağ ol, Allah eləməsin. Mən sizin başladım, sağ ol. Burada da çolpalar. Bibi, qiymətlərdə özün görsənməsin nə olar? Hacıqabuldan. Bibi deməli, Bibi Hacıqabuldandır. Hacıqabul burada yəqin ki kəndindəndir də. Kənd qatığıdır. Ləzbət. Hə, maşallah. Bütün Hacıqabullarda salamlayıram. Sizə Sabirabad, sizə Hacıqabul, bütün rayon. Xeyirli olsun ana. Sağ ol. Sizə sağ ol. Sağ ol cümləmizin. Sizə sağ ol. Allah razı olsun. Deməli burada Belamurda asatırın xanı balığıdır. Farelinə kimi, sazanlar kimi. Çay balığı. Çay balığı neçəyədir? 13 manat. Çay balığı sana. Xeyirli bərəkətli olsun. Sizə sağ olun. Maşallah hazırlanmış. Bak bu kadar da hazırlanır.
Burada da birbaşa demək olar ki, bu hissəyə qoyun gətirirlər bazara. Qoyun gətirirlər, toyuq, düzən, ördək, qaz. Hər bir şey gətirirlər burada, satışlar həyata keçirilir. Burada da. Sağolun. Kısa vaxtınızı alacağım. Neçədən başlayır qiymətlər? Qiymətlər neçədən başlayır? Qiymətlər 10 manatdır da var, 15 manatdır da var, 12 manatdır. Ay sən 10 manatdan 18 manata kimi. Fərələr neçəyə? Hamısı da süper. Başa harandı? Sabirabad. Şamaxı? Ay maşallah. Deməli Şamaxıdan gətirilir birbaşa. Kənd çorpaları maşallah olsun. Ünişkə neçədir? 20 manata. Qaz ördək? 15, 14, 13 maşallah. Xeyirli olsun. Sizə sağ Şamaxıdan gətirirlər birbaşa. Görürsünüz nə gözəl bazardır. Xüsusi olaraq bu bazarda həftənin 6-cı günü. Yəni bax beləsə gətirirlər maşınla. Xeyirli olsun qardaş. Qiymətlərə imkan var demək. 5 manat. Xanı balığı, iri xanı balığı 5 manata. Belamurlar 6 manata. Belamurdur bu, hə. Belamur deməli xanı balığı 5 manat. Belamur 6 manat. Sazanlar da 4.55, 6. Maşallah, burada da xüsusi olaraq pareller de var. Deməli burada xüsusi olaraq gördüyünüz kimi salam bibi, xoş gördük. Bibi qiymətləri bir dənə deyərdinizsə bizə zəhmət olmasın. Neçəyə tutmalar? 3 manata kilo. Xeyir olsun. Bunlar hara nerede? Sabirabad. Qiymət neçəyə? Qiymət razmerlərinə görə dəyişir də. 1 Hə. manatdan elə bir 3 manatdan nəzərinə. 1 manatdan 3 manata kimi. Ah sağ ol. Sonra karalök neçədir? Qaralıq var 1 manat. 1 manata. Burada heyva da var. Heyva neçəyə? Heyva 1 manat, manat yarım. 1 manata, manat yarıma. Sonra deməli pomidor da orada. Pomidor neçəyə? Belə 1 manata. Yeşil ilə satılır yoxsa Kiloyla da satılır. kilonla? Kilonla da yeşil ilə də. Maşallah görsə zəhmətsiz insanlardır. Yəqin ki manatlıqlar bunlar olanlar var. Hə, var, orada da var. Ay sağ ol. Sonra öz karalıq əl aşağı qiymət neçədir? Qaralıq 1 manata da var, 80 qəpiyə də var. Salam qardaş, xoş gördük. Mandalina hara mandalina? Lənkəran. Lənkəranlı. Bütün Lənkəranlıları da salamlayıram. Qiymət neçədir qardaş? 70 qəpiyə. 70 qəpiyə. Belə kilo mu verir yoxsa kasetlə? Kilo ilə alsan. Kasetlə. Həm topdan bir də parakəndə. Həsən. Salam, sabahınız xeyir olsun əmi. Burada da xüsusi olaraq, buyur ana, buyur. Burada xüsusi olaraq qiymətləri imkan var, zəhmət olmasa. Məsələn, almanın qiyməti neçədir? Alma 1 manatdır, əzgil 2 manatdır. Əzgil 2 manatdır. Sonra bax, qoz fındıq. Ləpə neçədir belə? Təpələr 17 manat. 17 manata.
Fındıq 8 manata belə. Şabalık 10 manat, 11 manat. Şabalıt haran şabalıtdır? Qəbələdir aşağı. Xeyirli olsun, xeyirli olsun. Digər buralarda seçin inşallah. Süs olaraq burada da çərəzlərdir maşallah. Xeyirli olsun qardaş. Bax, həftənin 6-cı günlərə bax beləsinə burada satışlar olunur. Süs olaraq. Salam, xeyirli olsun. Göylər neçəyə satışır soruşma? 4'e 1 manata. Hansı rayondan gəlir? Göygöldən. Ay maşallah, bütün Göygöl sakinləri salamlayıram. Xeyirli, bərəkətli olsun. Bəs soğandır, kökdür. Soğan 50 qəpik, soğan kökdə 80 qəpik. 80 qəpikdir, maşallah. Xeyirli olsun. Sizə sağ olun. Pomidor neçəyə? 1.50. Maşallah burada üzüm də var. Hə. Armud da Gədəbəyəndir. Sağ olun. Bu da Gədəbəydi. Ha? Maşallah olsun. Kartoflar neçədir? Kartof da Gədəbəyən olar. 1 manatdır kartoflar. O da Gədəbəyəndir. Xeyirli olsun. Salam qardaş. Heyvalardır, xeyirli olsun. Hara heyvası var, nə qəşəng iyi gəlir. Hazqabul, bütün hazqabulları salamlayıram. Heyvan həqiqətən iyi ləzzət elədi adama. Qiymət neçəyə qardaş? 1 manatdan hə. Və bax beləsinə gətirirlər. Bax xüsusi olaraq bu bazarda satışlar həyata keçirilir. Davam edir inşallah çəkilişimiz davam edir. Burada da xüsusi olaraq sabahınız xeyir olsun, xeyir olsun inşallah. Burada da hansı rayondan? Səlyandan. Səlyanları salamlayıram, bütün Səlyan sakinləri. Bax görürsüz, Gədəbəydən, Sabirabaddan, Hacıqabuldan, Səlyandan. Eşq olsun, burada da mandalinalar var. Nar var. Armud da yeridir, eləmi? Yeridir. Neçədir armud? 2 manata, 2.50. O da 2.50. Pomidor 2 manata maşallah. Qəşəng pomidor da. Rozwood pomidor. Bəh, laf. Xeyirli, bərəkətli olsun. Nə gözəl var, həqiqətən. Kökü neçədir? Bütün sosial şəbəkələrdə yayımlanır. Allah can sağ versin. Əmi də hər dəfə həftənin 6-cı günə burada olursa, razısınız qiymətlərlə bağlı. Zəvişir, Allah can sağ versin. Sağ ol. Allah can sağ versin. İnşallah xeyir olsun. Bəli, gördüyünüz kimi xeyir olsun. Sağ ol, görürsün. Sağ ol. Satılmamızda. Gördüyünüz kimi burada da çolpalardır. Xeyir olsun bizdən. Məni Bibi hansı rayondan gətirilir inşallah? Xeyir olsun. Sabirabad. Sabirabad. Bütün Sabirabadlıları da salamlayıram, eşq olsun. Bu nədir? Ördəkdir bu. Kilosu neçədir xala? 12. Hindişkada 17. Görsən nə gözəl bazarda, adama ləzzət verir. Burada da xüsusi olaraq mandalinadır burada. Burada pendirdir, salam bibi. Sağ ol, Allah razı olsun. Bibi hara pendiridir, yumurta? Sabirabad, eşq olsun, maşallah olsun. Sabirabaddan burada maşallah çox insanlar var. Hamısı kənd sakinləridir ha. Bəli, valla gözəldir. Yarmarka, həqiqətən də. Deməli, yumurta neçəyə xala? 35 qəpik. Bəs pendir? 6 manat. Deməli, ən ucuzu neçədən başlayıb pendir? 5 manatdan, yuxarı 7 manata. 5. Ördək var, kilona. Ördək neçədir belə üçün? 12 manata. İnşallah Allah xeyir versin. Xeyir olsun.
Hər qatıqda 1 manata. Maşallah. Deməli Sabirabadın Qaragünə kəndindən maşallah olsun. Bax, bir ağ birçək yaşlı insanlarımız gəlir. Burada satışlar həyata keçirilir. Hələ. Xeyir olsun. Həftənin 3-cü gündə burada olursunuz. Sağ olun. 6-cı günlərə. Xeyir olsun. Sağ olun. Allah razı olsun minnətdaram. Bəli, deməli əziz izləyicilər, məlumat verim ki, Sabirabad rayonundan Hacıqabuldur, İmişlidir, digər rayonlardan gəlirlər, Saatlıdır, Səlyanlı, başqa rayonlardan gətirirlər. Bax, xüsusi olaraq təmiz kənd məhsulları. Ucuz. Gəlin bazarda iştirak edin, yarmarkadan faydalanın. Bakı şəhərində belə bir bazar yoxdur. Demək olar ki, mən ikinci bazar görmürəm. Belə bir bax, insanlar üçün şərait yaradılıb. Salam. Xeyir olsun qardaş. Allah razı olsun. Penni neçədir? Aşağı və yuxarı qiymət? 6 manatda neçəyə? Ən aşağı qiymət neçə? Elə ancaq 6 manatdan. Sabirabadındır 100%. Xeyir olsun qardaş. Sizə sağ olun. Çolpalardır. Almalardır. Bir manatdan almalar 1 manatdan satılır. Maşallah. Xeyir olsun əmi. Burada da salam. Badımıza neçədir bizim? Əli hansı rayon? Sabirabad rayonu. Demək olar ki, əksər Sabirabad rayonu. Maşallah olsun. Allah millətimizi qorusun. Görsən bax, gəlirlər, məsafə sərf edib gəlirlər. Biber 50 qəpik, biber. Xurma neçəyə? 50 qəpik. Kök 60 qəpik. Sonra nar neçədir? Nar 80 qəpiyə. Burada mandalin 1 manat, apelsin. Sonra göylər neçəyə? 10 qəpiyə. Çolpalar neçədir? 6 manat. Xeyir olsun. Hansı kəndin? Sabirabadın hansı kənd? Hansı? Binbaş. Ay maşallah. Allah xeyir versin. Görsən bax məsafə sərf edib gəlirlər. Xeyir olsun. Sağ ol. İnşallah hər həftə inşallah gəlib iştirak edə bilərsin. Gözəl insanlar. Başına elə düz bazarına var. Sen maşınla gelsen. Evin kabağına gelsen ora. Ev olur. Özün əşinizdən. Maşallah. Qəpiyə, yumurta 35 qəpiyə. Sən sağ olun. YouTube yoksa YouTube? Sosial şəbəkə hər yerdə yayımlanır. Biz müştəri olaraq bir razısız hal-hazır. Əla. Niye? Onlardan öyle var da. İnşallah burada da. Bir salam. Süt neçədir? Litr neçədir süt? 1 manat. 1.30'a. Qatıq neçədir? Qatıq neçədir bibi? Şöyle. Xeyir olsun.
Şöyle de bak. Samköler neçədir? 4'e 1 manat. Geri. Xeyir olsun bibi. Demək olar ki, bu bazarda süd tələbatı çoxdur. Belə Deyirəm yox, ürəylə. Şeydirsə satıb baha yox. Ver koptu. hər yerdə.